Hədəf gözdaxili təzyiq. Əvvəlki videomuzda qeyd etmişdik, bəzən olur, gözdaxili təzyiq 21-dən aşağı olmuş olsa belə, görmə sinirində zədələnmə müşahidə olunur. Bu hallarla qarşılaşmamaqdan ötürü belə bir termin gəldi, hədəf gözdaxili təzyiq. Bu gözdaxili təzyiq artıq individualdır. Gözdaxili təzyiq 21-ə qədər normadır deyirik. Bu o demək ki, 100 nəfərdən təxminən 90-95-i bu şəkildədir. Amma bəzi insanlar var ki, 21 təzyiq onlar üçün yüksəkdir. Və ya İşin ikinci hissəsi, xəstə gəldi, qlavkoma diaqnozu qoyduq, dərman verdik, dərmanla təzyiq düşdü aşağı. Tutaq 25 idi, düşdü 19-a. Görəsən bu 19 bunlar üçün zərər verən təzyiq deyil ki, çünki xəstə ola bilər ki, 19-da belə sinir zədələnməsi müşahidə oluna bilər. Ona görə bizim üçün çox önəmlidir hədəf gözdaxili təzyiqi təyin etmək. Çox təəssüf ki, hədəf gözdaxili təzyiqi təyin etmək bir günlük müayinədə mümkün deyil. Yəni, bizə dinamik müşahidə lazımdır, ortalama 6 aylıq bir period lazımdır. Xəstə gəldi, dərmanları yazıldı, dərmanla təzyiq düşdü 18-ə. Biz xəstənin bütün parametrlərini qeyd etdik, raporladıq. Xəstənin təzyiqi, xəstənin görmə sahəsi, xəstənin ekskavasiyasının dəyərləri. Xəstə müalicəni ala-ala getdi. 6 aydan sonra kontrola gəldi. Kontrolda yenə də təzyiq ölçdük. 6 ay əvvəl də 18 idi, yenə də 18-dir. Yəni, təzyiq stabil gedir. Digər işlərimizi görürük. Perimetriyada, yəni görmə sahəsində proqressiv daralma varmı, yəni əvvəlkindən pisləşmə varmı və sinirin qalınlığında və ekskavasiyanın genişlənməsində bir dəyişiklik varmı? Əgər təzyiq 18 olduğu halda bu ikisinin hər ikisində və ya ikisindən birində bir neqativə doğru proqressiv dəyişiklik varsa, demək ki, bu 18 dediyimiz təzyiq bu xəstə üçün yenə də patolojidir və təzyiqi biraz daha aşağı salmalıyıq. O zaman ikinci bir dərmanı qoşuruq. İkinci bir dərmanla yenə bir 6 aylıq müşahidə. 18-dən düşdük 15-ə misal üçün. 6 ay sonra müayinələrimizi təkrarladıq və baxdıq, gördük, artıq stabillikdir. Dinamik müşahidə, neqativ heç bir şey proqressivləşməyib. O zaman bu xəstə 15 təzyiq onun hədəflənmiş gözdaxili təzyiq olur və bundan sonraki təqiblərimizi 15-in üzərində görürük. Bizim xəstələrlə yaşadığımız ən böyük, həm xəstələrlə, həm də həkimlərlə yaşadığımız ən böyük problem, xəstə gəlir, həkim xəstəyə dərman yazır, xəstənin təzyiq utağı 27 idi, düşdü 21-ə. Yaxşısan, əlasan. Əsla. Yəni, yaxşı və əlanı biz görmə sahəsində, yəni perimetriyada və sinirin qalınlığında müşahidə etməliyik. Əgər görmə sahəsində və sinirin qalınlığında azalma yoxdursa, bəli, bu təzyiqi norma kimi qəbul edə bilərik. Amma orada zədələnmə davam eləyirsə, 20-21 təzyiq, bu xəstə üçün normal təzyiq deyil. Bütün həkimlərə və xəstələrə tövsiyəm, xəstələri üçün hədəf gözdaxili təzyiqi mütləq təyin etsinlər. Yoxsa dərman tökə-tökə biz yenə də qlavkomadan zərər görmüş olarıq. Məsələ nədir? Ola bilər 28 təzyiqlə 3 ilə körlüğə gətirib çıxardasıydısa, 20 təzyiqlə 5 ilə, 6 ilə, 7 ilə biz yenə də sinir itirməsindən müşahidə olunan bir period yaşayacağıq və yenə də bu işin sonu körlüğə gətirib çıxarda bilər. Yəni, qlavkomanın təqibində hədəf gözdaxili təzyiq çox önəmlidir.